Bir gün Vətən naminə şəhid ailələrinə dəstək ictimai birliyi olaraq şəhid övladlarını Şuşaya gətirmişik, atalarının azad elədiyi torpağa. Və bu günlərin mənim İsa bulağında bütün xalqıma müraciətim var. Hər bir insan bu torpağa ayaq basanda ilk öncə olaraq şəhidlərimizə rəhmət diləməlidir. Və bu uşaqların, bu ailələrin hər birinin haqqıdır ki, burada olmağı. Və hamıdan xahiş edirəm ki, bu uşaqları kimin gücü necə çatırsa eləcə əllərindən tutub bu torpaqları ziyarət eləməyə dəvət edirəm. Gəlin bir olaq bu uşaqları hamısını bu torpaqlarda ziyarət elətdirək, balalı atalarının necə torpaq aldığını qoy bilsinlər. Qarabağ Azərbaycandır, hamımız fəxr edirik, hamımız qürur duyuruq ki, atamız qəhrəmandır. Allah səbir versin.